Bismillahirrahmanirrahim. La yənbəği lil mümini ən yüzillə nəfsə. Deyir, müminə layiqdir nəfsin neynəsin? Alçalsın. Bu da həddindən artıq simicliyə aiddir. O israf etsə o yerində. Deyir, müminə layiqdir, o qədər simicləyib özü alçatma. La yənbəği lil mümini ən yüzillə nəfsə. Müminə layiqdir neyniyə? Hə, özün vuracı təqvaya bir dənə ayaqqabı giyə, məsələn də 70-ci ildə alıb. Ya bir dənə ayaqqabı geyib bir gündə deyilə 70-ci ildə alanına oxşayır. İndi ayaqqabının təzəsini ala bilmirsən, 20 qəpik verib bir dənə krem ala bilirsən ya yox, al sürtdü ora. Valla kimdir gəlib sənin ayaqqabının üzünü silən görüm təzə ayaqqabıdır, köhnə ayaqqabı. Səliqə var da, Həzrət buyurur ki, deyək, bir dənə paltardır. İndi qədim belə idi ki, paltarların hamısı ütülənməli idi. İndi şükür Allaha belədir ki, bəzi paltarlar var, ütülənmir də, yəni adətən ütülənmir o. Hətta ütülənəndə də bəzən pis baxırlar ona. Hə, indi ya ütü əlindən gəlmir, ütüləyə bilmirsən. Bilirsən ütüləmək? Ay, sağ ol. Hə, elə də biz özümüz elə ütüləmişik də, bozbaşı da özümüz bişirmişik. Bu axır-axırda gəlib belə olur da, ömrümüzün 20 ili o cür olur. Hə, ütüləyə bilmirsən, ütülətdirə də bilmirsən, zəhmət çək, ged elə şalvar al ki, ütüyə ehtiyacı olmasın. Elə köynək al ki, ütüyə ehtiyac olmasın. Niyə cəmiyyət içinə çıxırsan? Cəmiyyət içinə çıxanda, baxanda heç kim deməyəcəklər, buna baxın, nə qədər paltar geyib. Deyən də olsa 5 nəfər deyəcək ki, sən bilmirsən, o paltar ütülənmir. Niyə? Çünki gərək elə geyinəsən ki, sənə baxmasınlar o cürə. Niyə? Çünki sən bu cəmiyyətin içərisində nə hesab olunursan? Zəlil hesab olunursan. Həzrət də deyir ki, müminə layiq deyir özün neynəsin? Özün nəfsini alçatsın, özün qiymətdən salsın. Köhnə olanda nə olar? Səliqəli geyinsin. Elə deyir, səliqəli. Bu mənim yanımda bir dənə molla edirlər, dedi yoxumdur. Dedi, bunu axşam yox, səhər qurusun. Götür giy. Yoxumdur, indi 2 saata paltar qurutmaq olur da, elə deyir. Yayda ki, problemi yoxdur. Qışda da ki, elə hamının evində, peçin üstündə tut, nə bilim, fenlə qurud, ütüylə qurud, atabilənin üstünə at. Aç, valla sənə desələr ki, sabah təmiz köynəyinlə 500 manat pul verəcəm, 60 dənə köynək qurudarsan səhərə qədər. Elə deyil, mənim yanımda dedilər ki, bu köynəyin boynun necə olmasa çıxardı, at təzəsin bağlı ya da ki, yox. Görsən, pis baxın. Özdə şəriətimiz də deyir, Həzrəti Peyğəmbər götürürdü hər dəfə paltarların, yəni hər dəfə təkid edirdi. Hətta bir yerdə mənə rast gəldi ki, Ayşəyə müraciət edir. Deyir, bu paltarları çişli qoymayın, innahu yüsəbbih. Paltarları çişli qoymayın, libasları çişli qoymayın. Paltar təsbih deyir, zikr deyir, çişli olanda zikr demir. Çişli olanda Həzrəti Peyğəmbər özü dəfələrlə bunu təkrar edirdi. Ki, daim yadda qalsın ki, nə olsun? Paltar təmiz. Onun elə zikri bu yana qalsın. Əsasən təkid cəmiyyətin içərisinə çıxmalıdır.